Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün 2026-cı il 12 iyul tarixində keçirilmiş biologiya suallarının blok imtahanından bu biologiya suallarının izahını paylaşacağım. Bilirəm hər biriniz həyəcanlısınız. İnşallah ki, hər biriniz arzuladığınız nəticəni əldə edərsiniz. Vaxt itirməkdən başlayaq. Deməli, cədvələ əsasən yanlış ifadələri müəyyən edin. Hormon çatışmazlığı zamanı əmələ gələn xəstəliklər miksodema qalxanbənzər vəzin çatışmazlığı zamanı əmələ gəlir. Akromeqaliya hipofiz vəzin, şəkərli diabet isə mədaltı vəzin çatışmazlığı zamanı, belə deyək də, hormonunda problem olanda yaranan bir xəstəlikdir. Buna əsasən yanlış fikirləri müəyyənləşdirək. X vəzini ifraz etdiyi hormonlardan birinin çatışmazlığı uşaqlarda ağıl kəmliyinə səbəb ola bilər. Bu doğrudur. Çünki qalxanbənzər vəzin hormonunun çatışmazlığı, zəif, az ifraz olması uşaqlarda miksodema, demək, kritizm xəstəliyinə səbəb olur ki, bu da ağıl kəmliyinə səbəb olur. Deməli, bu yer doğrudur. Öd Z vəzinin ifraz etdiyi fermentlərin işini fəallaşdırır. 2 doğrudur. Y vəzi bioloji saat rolunu oynayan vəzi ilə eyni boşluqda yerləşmir. Bioloji saat rolunu oynayan epifizdir. Hipofizlə epifiz eyni boşluqda yerləşir. Yəni kəllə boşluğunda yerləşir. Yanlışdır. X vəzini ifraz etdiyi, sintez etdiyi hormonlardan biri kalsitonindir. X qalxanbənzər, bəli, bu doğrudur. Y vəzini ifraz etdiyi hormonlardan biri tiroksindir. Bu yanlışdır. Deməli, doğru cavab B bəndi. Sonra, sxema əsasən X-in yerində yazıla bilməz. X-in yerində yazıla bilər. Ya sadəcə dişi çiçəklər olmalıdır, ya da iki cinsli olmalıdır. Həm erkəkcik, həm dişicik eyni bitki üzərində, eyni çiçəyin içində olmalıdır. Söyüdün yaşıl çiçəkləri dişi çiçəklərdir. Deməli, yazıla bilər. Buna pilus qoyuruq. Qarıqdanın qısa çiçək qrupunun çiçəyi dişi çiçəklərdir. Pilus qoyuruq. Söyüdün sarımtı çiçəyi erkək çiçəklərdir. Bu yazıla bilməz. Çünki erkək çiçəklərdə maylama baş vermir. Günəbaxan yalançı didiş şəkil çiçəklərində baş verə bilməz. Deməli, burada nə erkəkcik var, nə dişicik. Zəncirotunun didiş şəkil çiçəklərində baş verə bilər. Doğru cavabımız A bəndi. Sonra 3-ə baxırıq. Noxud bitkisinin çiçəklərində çiçək düsturundakı struktur elementlərinin sayının cəmi 210-dur. Biz də bilirik ki, noxud paxlallara aiddir. K5, L5, Y10, D1. Çiçək düsturundakı struktur elementləri sayı 21-dir. 21x bərabərdir 210. Buradan tapırıq ki, 10 dənə çiçək var. Və bilirik ki, noxud çox toxumludur, paxlallara aiddir, çox toxumludur. Bu bitkinin hər bir çiçəyində 8 rüşeym hissəsi var. Deməli, onu vururuq. 8-ə eləyir 80 dənə rüşeym hissəsi, 80 dənə toxum. Bu çiçəklərdə maksimum sayda toxumun əmələ gəlməsi üçün işiqat mayələmədə bilavasitə neçə hüceyrə iştirak etməlidir. Bilirik ki, bir toxumun əmələ gəlməsi üçün 4 hüceyrə iştirak edirsə, 80 toxumun əmələ gəlməsinə x eləyir 320. Sonra 4-cü suala baxırıq. AB qameti aşağıdakı genotiplərin hansının əmələ gətirdiyi bütün qametlərin işdə bir hissəsini təşkil edir. Burada deməli D variantına görürük ki, bir dəqiqə, AB qameti verir, bir də AB qameti verir. 2də bir hissəsini təşkil edir. D variantı doğrudur. Şirin su hidrasinin bədəni neçə qatdan ibarətdir? Ektoderma və endoderma 2 qatdan ibarətdir. Doğrudur. Sxema əsasən düzgün çəkişmələri müəyyən edin. Uzaq hibridləşmə zamanı alınan fərqlərdə üzə çıxa bilər. Heterozis effekti üzə çıxa bilər. 1 doğrudur. Saf xəttlər arası çarpazlaşmada üzə çıxa bilər. 2 doğrudur. Hibridlik nəticəsində alınan fərqlərdə müşahidə olunur. Xeyr, yalnız bitkilərdə müşahidə olunur. Xeyr. Deməli, doğru cavabımız olacaq A variantı. Doğru ifadələri müəyyən edin. Somatotrop hormonunun çatışmaması immun reaksiyalarını zəiflədir. Bu doğrudur. Deməli, 1 doğrudur. Adrenalin ürək vurğularının sayını artırır. Doğrudur. Histitin amin turşunun çatışmazlığı qanda hemoqlobin miqdarını artırmır, əksinə azaldır. Adrenalin qanda qlukoza miqdarını azaltmır, əksinə artırır. Deməli, yanlışdır. A vitamininin çatışmaması fagositlərin funksiyasını zəiflədir. Bu da doğrudur. Deməli, 1, 2, 5 doğru cavabımız olacaq. Ağciyər alveollarındakı qazlar mübadiləsi zamanı aşağıdakilərdən hansı baş vermir? Ağciyər kapillərindəki qanda karbon qazı miqdarının artması deyil,
əksinə azalması baş verir. Deməli bu yanlışdır. Sualı bilirəm ki, hər biriniz həyəcanlısınız, uzun-uzadı izah eləmirəm. Sadəcə qısa izah edirəm ki, cavabların deyirəm ki, yəni tez yoxlaya biləsiniz. Deməli aşağıdakı proseslərdən hansılar sağlam qadında hamilənin 3-cü ayının əvvəlindən başlayaraq baş verir? Uşaqlıq divarının rüşeym uşaqlığın divarına yapışır. Xeyr. Xovların bir hissəsinə cift əmələ gəlir. Doğrudur. Rüşeym dövrü başlayır. Xeyr. Deməli rüşeymdə 2 kamera ürək yaranır. Xeyr. Döl dövrü başlayır. Bəli, D bəndi doğru fikirdir. Hansı sualda problem olsa, hansı sualda yəni izahını istəsəz yorumlarda yaza bilərsiniz, cavablandıra bilərəm. Deməli hansı xəstəliklərin törədicisi 8 növ nukleotida malik ola bilər? 8 növ nukleotida malik ola bilməsi üçün, yəni bu həm DNT, həm RNT sahib olmalıdır. Həm DNT, həm RNT olursa, deməli bu bakteriya olmalıdır. Bakteriya xəstəlikləri seçəcəyik. Deməli 2, 3 və 6. Doğru cavabımız olacaq D variantı. 11-ci sual. Pavlova görə eşitmə anazotun 3-cü hissəsi böyük yarımçıqların hansı payında yerləşir? Deməli ənsə payında yerləşir. O da olacaq D bəndi. Deməli eşitmədirsə birinci hissəsi olacaq ilbiz, ikinci hissəsi olacaq eşitmə sirri, üçüncü hissəsi olacaq ənsə payı. Sonra uyğunluğu müəyyən edin. Baxırıq. Deməli 1, 2, 3 olaraq yazaq. Plasentası var və su heyvanıdır. Deməli bu ola bilər balina, bir də delfin. Deməli plasentası var, döş dilinə malikdir. Deməli bu yarasadır və döş dilinə malikdir və su heyvanıdır. Deməli söhbət gedir pingvin və ördəkdən. Doğru cavabımız C variantı. 13-cü suala baxırıq. Sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Deməli öküz solteri əsas və aralıq sahibləri onurğalı heyvanlardır. Doğrudur. Əsas sahibi insan, aralıq sahibi qaramal. Doğrudur. Geohelmet deyil. Əsas və aralıq sahibləri atmosfer havası ilə tənəffüs edir. Doğrudur. Aralıq sahibində törətdiyi xəstəlik tenarixozdur. Yanlışdır. Doğru cavab olacaq 1, 2. 14. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli lobyanın toxumu, buğdanın toxumu. Baxırıq. Deməli birinci, ikinci və üçüncü. Birinciyə aiddir. Deməli taycıqlardakı yuvalarda yerləşir. Taycıqlardakı yuvalarda yerləşirsə, deməli bu aiddir lobyaya. Deməli buna yazırıq 1. 1-ə yazırıq birinci. Göbəkçiyə malikdir. Bu da aiddir lobyaya. Yazırıq 2. Ehtiyat qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur. Bu aiddir buğdaya. Bunu yazırıq 2-yə. Sonra bitkinin əsas gövdəsi rüşeym tumurcuğundan. Bitkinin əsas gövdəsi rüşeym tumurcuqdan inkişaf edir. Bunu ikisinə də yazırıq. Meyvəyanlığı toxum qabığı ilə bitişikdir. Bu da meyvəyanlığı toxum qabığı ilə bitişikdir. Dən meyvəyə aiddir. Bunu da deməli yazırıq 2-yə. Doğru cavabımız olacaq C variantı. 15-ci sual. Ulotrixdə hansı hüceyrələrin birləşməsindən ziqot əmələ gəlir? 2 qamçılı qametlərin birləşməsindən Y bəndi. Ondan sonra əgər şibyəni əmələ gətirən canlılardan biri ən qədim aləmin nümayəndəsi olarsa, bu şibyə hansı canlıların birgə yaşayışından əmələ gəlmişdir? Deməli ən qədim aləmin nümayəndəsi bakteriyadır. Bakteriya ilə göbələkdirsə, baxaq, hüceyrələrin quruluşuna görə biri prokaryot, biri eukaryot canlıdır. Düzdür, prokaryotlar bakteriyadır, eukaryot da göbələkdir. Xlorofili fotosintez edici membran üzərində yerləşirsə, deməli bu bakteriyadır. Canlı ilə əsasən sporlarla çoxalan canlının, deməli sporlarla çoxalan canlı göbələkdir. Fotosintez edici membran üzərində xlorofili yerləşirsə, bu bakteriyadır. Deməli doğru cavab olacaq elə A variantı. 17. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, birinci, ikinci və üçüncü olaraq qeyd edək. Deməli, birinci oldu floema boruları, ikinci oldu kistema boruları. Ölü hüceyrələrdən təşkil olunubsa, deməli bu kistema borulardır. Yəni bunu aid edirik. Deməli, ikinciyə canlı hüceyrədən təşkil olunubsa floema borulardır, aid edirik birinciyə. Bir dəqiqə, yox, bura 1 yazmalıydıq. Biri bura yazdıq. Ötürücü toxuma qrupuna aiddir. Bu ikisinə də aiddir. Bunu yazırıq 3-ə. Sonra gövdənin əsasən qeyri-üzü maddələri daşıyan kistema borulardır. 4-ü yazırıq 2-yə. Sonra gövdənin qabıq qatında rast gəlinir. Floema boruları
3'ü deməli 5'i yazırıq 1'ə. Yarpağın damarlarında rast gəlinir. Bu da ortaq xüsusiyyətdir. Doğru cavabımız olacaq A variantı. Uyğunluğu müəyyən edin. Deməli, interfaza, profaza, anafaza birinciyə aiddir. 1, 2, 3. Hüceyrə orqanoidlərinin sayı artır. Bu interfazaya aiddir. 1'ə yazırıq. Sonra bölünmə vətərləri yaranmağa başlayır. Bu profazaya aiddir. Yazırıq 2'yə. DNT ikiləşir, aiddir interfazaya yazdıq bura. Xromosomların sayı 2 dəfə artırsa, deməli bu anafazadır. DNA yazdıq 3'ə. DNT sapları spirallaşır. Bu isə aiddir profazaya yazdıq bura. Deməli doğru cavabımız C variantı. Cədvəl vasitəsilə sağlam qadında maylamada bilavasitə iştirak edən qametlərdəki X və Y cinsi xromosomların sayını müəyyən edin. Somatik hüceyrəsinin bir nüvəsində 23 xromosom müxtəlifliyi olan döldürsə, deməli bu qızdır. Deməli, somatik hüceyrəsinin bir nüvəsində 24 xromosom müxtəlifliyi varsa, bu deməli bu oğlandır. 3 dənə cif varsa, deməli burada 3 dənə döl var və yəni 3 dənə cif var, 3 dənə döl olmaya da bilər, amma konkret burada 3 dənə döl olduğu və 3 dənə ciftin olduğunu göstərsə, deməli hamısı müxtəlif yumurta əkizidir və burada bir dənə qız varsa, bu X-dir. 2 dənə oğlan varsa, XY, XY-dir. Deməli burada 4 dənə X, 2 dənə Y var, D bəndi. Amonyakı nitrat turşusuna qədər oksidləşdirən nitrifikasiya bakteriyalarıdır. Sonra insan skeleti kəllə, gövdə və ətrafların skeletinə bölünür. Hansı bənddə bu skelet şöbələrinə aid sümüklər doğru göstərilmişdir. Deməli kəllə skeletinə gicgah, gövdə skeletinə fəqərə, ətrafların skeletinə incik. Deməli doğru cavabımız olacaq C bəndi. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Deməli, vəmanın törədiciləri, keçiriciləri, burada çox uzatmayacağım, tez konkret cavabı deyəcəm. Baxırıq B variantına. B variantında deyir, törədiciləri, vəbanın törədiciləri bakteriyadır, keçiriciləri heyvanlardır. Ona görə də burada eyni aləmə aid ola bilməz. Elə bu doğru fikirdir. B bəndi yazdıq. Şəkildə göstərilən balıq üçün hansı ifadələr doğrudur? Deməli bu xanı balığıdır. Qəlsəmə qapaqları olmur. 1, deməli 1 yanlışdır. Qarın ortasında arterial qan axır. Yanlışdır. Sonra cüt üzgəclərin sayı tək üzgəclərin sayına bərabərdir. Doğrudur. Onurğa sütunu 4 şöbədən ibarətdir. Yanlışdır. Onurğa sütununda yalnız venoz qan, deməli ürək boşluğunda yalnız venoz qan olur. Doğrudur. Gövdə fəqərələrinə qabırğalar birləşir. Doğrudur. 3, 5, 6. 24. Verilən canlılar üçün ortaq xüsusiyyətləri müəyyən edin. Deməli, xərçənglə həşərat, ifraza sisteminin həzm sistemi ilə əlaqəsi olması, bu mahipici borular olan və klokası olanlara aiddir. Deməli, bu ortaq xüsusiyyət deyil. Bu xərçəngdə deməli yaşıl vəzlərdir. Deməli, bir ortaq xüsusiyyət deyil. Mürəkkəb gözlərin olması ortaq xüsusiyyətdir. Düzünə inkişafın olması ortaq xüsusiyyətdir. Sülfə mərhələsi var. Ürəkdən arteriya damarının çıxması ortaq xüsusiyyətdir. Qanın oksigen daşıması həşəratlara aid deyil, ortaq deyil. Boğulma ətraflarının olması ortaqdır. Deməli 2, 4 və 6. Eylerven diaqramda doğru göstərilən bəndləri müəyyən edin. Deməli podagra və ateroskleroz qanda asidik turşusu miqdarını artıran podagraya aiddir. Biri bura yazıblar, düzdür. Deməli biri götürürük. Damarların içərisi yağa bənzər maddələrlə örtülüdür. Ateroskleroza aiddir, amma podagra yazıblar, götürmürük. Əl və ayaq oynaqlarında iltihaplaşma gedir. Deməli əl və ayaq oynaqlarında iltihaplaşma gedir. Bu aiddir, deməli podagraya. Doğrudur. Dayaq hərəkət apardığın xəstəliyidir. İkisinə də aiddir, amma ateroskleroza yazıblar. Xolesterolun miqdarının artması nəticəsində yarana bilər. Ateroskleroza aiddir. Doğrudur. İlk təsvirini Denham vermişdir. Bu podagraya aiddir, amma ateroskleroza yazıblar. 1, 3, 5 doğru cavabımız olacaq. 26.
DNT molekulun bir hissəsində hidrogen rabitələrinin sayı 1000-dir. ADN nükleotidlərinin sayı 2000-dir. 2 qat hidrogen rabitələrinin sayını soruşur. 3 qat hidrogen rabitələrinin sayını soruşur. Deməli, ADN-nin sayı 2000-dirsə, deməli 2 qat hidrogen rabitələrinin sayı 2000-dir. 3 qatı tapmaq üçün ADN-nin sayını vururuq 2-yə ki, ADN-lə timin arasındakı hidrogen rabitələrin sayını tapaq. Tapdıq 4000. Ondan sonra ümumi olandan 4000'i çıxırıq, qaldı 6000. Sitozin ilə guanin arasında 6000'dən hidrogen rabitəsi varsa, deməli 2000 dənə sitozin var, 2000 dənə də guanin var. Çünki bir dənə sitozinlə bir dənə guanin arasında bir dənə 3 qat rabitə olur. Yəni 3 qat hidrogen rabitəsi olur. Deməli x oldu 2000, y oldu 2000, cavab 4000 olacaq. Ondan sonra uyğunluğu müəyyən edin. Deməli Paleozoy, mezozoy, kainozoy. Baxaq. Deməli 1, 2, 3. Çılpaq toxumlar meydana çıxır. Bu paleozoya aiddir. Uçan onurğalılar yaranır. Bu mezozoya aiddir. Toxumlu qıcılar yox olur. Mezozoya aiddir. Kainozoy, bir dəqiqə. Diropteklər meydana çıxır. Bu kainozoya aiddir. Stegosofalar meydana çıxır. Bu da paleozoya aiddir. 1A, 2B, 3D. Sual tam şəkildə göstərilmədiyinə görə onu izah edə bilməyəcəm görmədiyim üçün. Amma bir dənə 28-in sualı görsəndiyi üçün deyə bilərəm. Deyir ki, Rusiyada seleksiyanın ən uğurlu nümunələrindən biri hesab olunan Orlov-Löfven at cinsinin Aleksey Orlov tərəfindən alınmasının sadələşdirilmiş sxemi göstərilmişdir. Sxemdəki canlıların hər birində diplot xromosom dəsti verilib. İndi deyir ki, metodiki seçmənin hansı formasından istifadə olunmuşdur? Fərdi seçmə. Bu canlıların filogenetik sıralarını ilk dəfə hansı alim müəyyən etmişdir? Kovalevski və təkamüldə onların neçənci barmaqları rudiment halında qalmışdır? 2 və 4-cü barmaqları rudiment halında qalmışdır. Bir də bunların hansının erkək, hansının dişi olduğu da deyək. Deməli, Danimarka yük atının dişisi Ərəb minik atının erkəyi ilə çarpazlaşdırılıb, hibrid alınıb. Sonra bu hibridin deməli, alınan hibridlərin erkəyi Hollandiya Löfven at cinsinin dişilərinə, yəni X-a erkək, Y-a, C-yə erkək, D-yə dişi yazmalıyız. Bu qədər. İzah bu qədər. Hər birinizə uğurlar. Sağ olun.